Salam əziz dostlar, növbəti videoda xoş gördük sizə. Bugün sizə neçənci uşaqsınız və bu neçənci uşaq olmanızın sizin xarakterinizdə hansı rol oynadığını müzakirə edəcəyik. Bu barədə sizə məlumat verəcəm. Düşünə bilərsiniz ki, bunun nə dəxli var, amma çox böyük bir dəxli var. Sizin xarakterinizdə, davranışınızda, həyat tərzinizdə böyük rol oynayır. Birinci uşaqlar adətən anadan olanda atanın da ananın da bütün sevgisini özlərinə alırlar. Hər iki tərəfin sevgisini tam olaraq aldıqları üçün onların nələrsə özlərinə vermələrinə ehtiyacları yoxdur. Onlar atanın ananın sevgisini bir şey vermədən aldıqları üçün tamamilə al mərkəzdə olurlar. O adamlar soyuqqanlı, o adamlar özlərindən bir şeyləri verməyi sevməyən insanlar olurlar. Bu tip insanlar adətən konkret olaraq öz düşüncələrini, öz emosiyalarını ifadə etməkdə çətinlik çəkirlər. İkinci uşaq ana bətninin 6-cı ayında artıq çöldə başqa bir rəqibin olduğunu bildiyi üçün anadan gələndən daha hərəkətli və daha çox özündən verərək diqqət çəkməyə çalışaraq öz sevgini qazanmağa çalışır. Bu ikinci uşaqlar daha çox özlərini təsdiq etməyə çalışan, həmişə ata-ananın sevgisini qazanmaq üçün onlar üçün əlindən gələni etməyə çalışan uşaqlar olurlar. Əgər birinci uşaq qızdırsa, ikinci uşaq oğlandırsa, orada bu çox da böyük bir rəqabət olmur. Çünki o uşaqlar valideynlərini bölüşürlər. Qız uşağı ataya, oğlan uşağı isə anaya daha çox bağlı olur və hər ikisi bir-birinin sevgisini tamamlayırlar. Amma birinci uşaq qız, ikinci uşaq da qızdırsa və ya birinci uşaq oğlan, ikinci uşaq oğlandırsa, burada ciddi bir rəqabət başlayır. Çünki hər ikisinin sevgi obyekti eynidir. Burada ikinci uşaqlar daha hərəkətli, daha sevgi mərkəzli olurlar və anasının sevgisini qazanmaq və ya qız uşaqcı atasının sevgisini qazanmaq üçün daha sözə baxan olurlar, evin bütün işlərini görməyə çalışırlar, atanın gözündə, ananın gözündə özlərini daha çox gözə soxmaq üçün, daha göz önündə olmaq üçün onları sevindirəcək şeyləri daha çox edirlər. Və dolayısıyla zaman-zaman bütün ailənin yükünü də özlərini götürmüş olurlar. Üçüncü uşaqlar isə anadan olanda artıq çöldə hər iki belə deyək də rəqibin olduğunu bilir və həyata gələrkən üçüncü uşaq özünü yer eləmək üçün daha çox davakar, daha çox üsyankar olurlar. Üçüncü uşaqlar bütün diqqəti riskli hərəkətləri ilə özlərinə çəkməyə başlayırlar və üçüncü uşaqlar adətən daha ailənin ən davakar, ən əsəbi, ən belə riskli hərəkətlər eləyən uşaqlar olurlar. Dördüncü uşaqlar, dörddən sonraki uşaqlar isə daha çox öz içinə qapanıq və özü ilə bağlı, özünün mərkəzinə, həyatının mərkəzinə özünü qoyan uşaqlar olurlar. Ona görə də ilk üç uşaqlarda bu ciddi xarakter fərqləri yaradır. Birinci uşaqlar ona görə böyüdükdən sonra daha çox mən mərkəzli olurlar, daha çox egoist və ya daha çox diqqəti özlərində görmək istəyən olurlar və heç öz duyğularını çox ifadə etməyi sevmirlər, bacarmırlar. İkinci uşaqlar özlərini daha çox qurban moduna saldıqları üçün uşaqdan etibarən adətən ailənin bütün yükü, ailənin bütün məsuliyyəti ikinci uşaqların üzərinə atılır və ikinci uşaqlar adətən özləri daim sevgi istədikləri üçün bir növ sevgi dilənçisinə özlərini çevrildiklərinə görə bu uşaqlar adətən görünməyən uşaqlar olurlar. İkinci uşaqlar adətən görünməyən uşaqlar adlanır. Çox sağ olun. Üçüncü uşaqlar isə ikinci uşaqlar böyüyəndə konkret olaraq hər zaman ailənin bütün yükünü çəkməyə çalışan, onun bütün ehtiyaclarını qarşılayan, amma çox vaxt da diqqətdən kənar qalan, hər şey sanki belə də olmalıymış kimi görən və çox vaxt həyatın diqqətin mərkəzindən kənarda qalan, görünməyən insanlar olaraq da həyatda da o şəkildə davam edirlər. Üçüncü uşaqlar isə dediyim kimi davakar, üsyankar olduqları üçün bu tip uşaqlar adətən böyük ailənin ən çox stres mənbəyi, ən çox dava mənbəyi olduğuna görə maksimum dərəcədə ailə onu qorumağa çalışdığı üçün həyatda ən çox diqqəti üçüncü uşaqlara alırlar və üçüncü uşaqlar ailədə hər zaman qoruyucu, ailənin qorumağa çalışdığı, biraz da
nazı ilə oynamağa çalışdığı bir uşağa çevirirlər. Və böyüyəndə də bu uşaqlar həqiqətən egosentrik olurlar. Hər yerdə fikirlərini söyləməyə çalışırlar. Çox cəsarətli olurlar və heç bir şəkildə başqa insanların konkret olaraq idarəçiliyinə çox da girə bilmirlər. Və bu tip insanlar daha cəsarətli insanlar olurlar. Dediyim kimi 4-5-ci uşaqlar isə daha içədönük və özlərinin həyatındakı özlərini qoyduqları üçün çox duyğusal baxımdan, bağlanma baxımından çox da yəni uğurlu bir tiplər olmurlar. Və dediyim kimi qısa sonda toparlasaq, sizin ailədə neçənci uşaq olduğunuz, sizin gələcəkdə həyatınızı və bugünkü xarakterinizi və gələcək xarakterinizi təyin edən əsas nüanslardan biridir. Yazın altda görək siz neçənci uşaqsınız və nə dərəcədə bu söylədiklərimdən sizin həyatınızda üstə düşür. Sağ olun, gələn videolarda görüşənə qədər.